Suriya prezidenti Bəşər Əsədə hədsiz yaxınlığına görə ölkənin ikinci xanımı kimi tanınırdı. Özü də bu ləqəbdən xoşlanır və şəxsi söhbətlərdə haçansa birinci xanım olacağını da deyirdi. Birinci xanım Əsma Əsədin qan xərçənginə tutulduğu məlum olanda deyilənə görə tezliklə onun ölməsini arzulamışdı. Lakin hər şey əksinə oldu. Əsədin devrilməsindən cəmi bir neçə ay öncə o, şübhəli avtomobil qəzasında 49 yaşında həyatını itirdi. Söhbət Əsəd dövrü Suriya hakimiyyətində önəmli təsirə malik jurnalist Luna Şibildən gedir. Əlbəttə, o adi jurnalist deyildi. Əvvəllər Suriya prezidentinin mətbuat katibi, daha sonra isə onun xüsusi müşaviri olmuşdu. Suriyada vətəndaş müharibəsi illərində bir növ Əsədin image makeri olan Luna Şibil, siyasi məsələlərə getdikcə artan müdaxiləsinə görə çoxlarında narazılıq və qısqanclıq doğururdu. Təbii ki, gəzən şayələrə əsasən ona qısqanclıqla yanaşanların başında Əsma Əsəd gəlirdi. Odur ki, Luna müəmmalı qəzada həlak olduğu zaman onu kim aradan götürdü sualının cavabında mümkün versiyalardan biri kimi Əsma Əsədin adı çəkilirdi. Regionda təsirli medialardan biri də 2024-cü il iyulun 5-də baş vermiş qəzadan dərhal sonra barmaqların İrana, Hizbullaha və birinci xanıma tuşlandığını yazmışdı. Lakin Əsma Lunanı aradan götürmək istəsəydi, bunu daha əvvəl, necə deyərlər, işlər gəlib bu yerə çıxmadan da asanlıqla edə bilərdi. Hizbullahın da həmin dövrdə Suriyada belə bir əməliyyat həyata keçirmək imkanlarının olduğu az inandırıcı görünür. Qalır İran. Tehranın o dövrdə belə bir sui-qəsdi icra etmək üçün həm imkanları, həm də əsasları vardı. Son vaxtlar üzə çıxan bəzi məlumatlar da Lunaya qarşı qəsdin arxasında məhz İranın durduğu ehtimalını gücləndirib. Luna Şibil 1975-ci ilin sentyabrında Suriyanın cənubundakı Süveyda bölgəsində bir Druz ailəsində doğulmuş, Dəməşq Universitetini bitirmişdi. Bir müddət Suriya Dövlət Televiziyasında aparıcılıq edib tanınan Lunanın həyatında 2003-cü ildə mühüm dönüş baş verdi. O, Qətərin məşhur Əl-Cəzirə kanalına dəvət aldı və orada işlədiyi müddətdə peşəkar verilişləri, müsahibə və reportajları sayəsində bütün regionda şöhrət qazandı. Lakin Ərəb Baharı ərəfəsində o, gözlənilmədən Əl-Cəzirədən ayrılıb Suriyaya qayıtdı və Suriya Dövlət Televiziyasında fəaliyyətini davam etdirdi. Suriyada vətəndaş müharibəsi başlayanda o, Bəşər Əsədin qızğın müdafiəçisinə çevrildi və onun bu mövqeyi diqqətdən yayınmadı. Tezliklə Luna Şibil prezident administrasiyasının kütləvi informasiya vasitələri ilə İş və Kommunikasiya İdarəsinin rəhbəri təyin edildi və Bəşər Əsədin ən yaxın adamlarından birinə çevrildi. 2020-ci ildə isə Əsəd onu özünün xüsusi müşaviri təyin etdi. Lunanın qardaşı da prezident qvardiyasının general rütbəsinə yüksəlmişdi. Əl-Cəzirədə işlədiyi müddətdə Livanlı bir jurnalistlə ailə həyatı quran Luna, ondan boşandıqdan sonra Hakim Bəz Partiyasının önəmli funksionerlərindən birinə ərə getmişdi. Maraqlıdır ki, Lunanın ölümündən sonra onların taleyinin necə olduğu barədə heç bir məlumat yoxdur. Həmin ərəfədə onun nəinki qardaşının, hətta qardaşının həyat yoldaşının da istintaqa cəlb edildiyi və ardınca həbs olunduğu barədə məlumatlar var. Sonrası isə bəlli deyil. Luna Şibil Əsəd hökumətimində təkcə ictimaiyyətlə əlaqələrdə deyil, xarici siyasətdə də mühüm rol oynayırdı. 2014-cü ildə Cenevrədə Suriyaya dair beynəlxalq konfransda Dəməşqi təmsil edənlərdən biri də məhz o olmuşdu. Mediada Bəşər Əsədin Rusiya prezidenti Vladimir Putinlə 2019-cu ildəki görüşündən bir görüntü xüsusilə geniş tirajlanır. Həmin səhnədə Putin ayaq saxlayıb Luna ilə danışır. Əsəd isə kənardan söhbəti seyr edir. Bu, Luna Şibilin Rusiya ilə xüsusi yaxınlığının göstəricisi kimi dəyərləndirilir. 2022-ci ildə onun Dəməşqdə Naşkray adlı bahalı rus restoranı açması da bu kontekstdə şərh olunub. Həmçinin onun Dubay ilə yanaşı Rusiyanın Soçi kurort şəhərində də dəbdəbəli villaya sahib olması barədə məlumatlar yayılıb. Bu yüzden onun Rusiyaya casusluq etdiyi barədə iddialar var. Bildirilir ki, o, İran nümayəndələrinin Bəşər Əsədlə məxfi danışıqlarının protokollarını ruslara ötürülmüş. Lakin ən geniş yayılmış versiya Lunanın İsrail casusu olmasıdır. İranı və Hizbullahı sevməyən Lunanın bu yöndə fəaliyyəti və İranın Suriyadakı mövcudluğuna son qoymaq istəməsi daha inandırıcıdır. Ola da bilər ki, o, hər iki tərəfə, həm Rusiyaya, həm də İsrailə eşləyirmiş. Hər halda son dövrdə ortaya çıxan bəzi materiallar onun fəaliyyətinin Suriyadakı İran nümayəndələrində, o cümlədən Sepahın Qüds qüvvələrinin o vaxtki komandanı General Qasım Süleymani kimi önəmli simada ciddi şübhələr doğurduğunu göstərməkdədir. Belə ki, bir müddət əvvəl Səudi Ərəbistanına məxsus Əl-Məcəllə internet dərgisi Qasım Süleymani ilə Suriyanın təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Əli Məmlük arasında Luna barədə söhbətinin mətnini yayıb. Məmlükün ofisində Lunanı görən Süleymani ilə vitse-prezident arasında belə bir dialoq olub. Süleymani: "Bu kimdir?" Məmlük: "Luna Əl-Şibil, prezidentin müşaviri." Süleymani: "Bunu bilirəm, amma o əslində kimdir? Harda işləyib?" Məmlük: "Əl-Cəzirədə." Süleymani: "Orada nə qədər maaş alırdı?" Məmlük: "Bilmirəm." Süleymani: "Mən sizə deyim, $10.000. Bəs onun bugünkü maaşı nə qədərdir?" Məmlük: "Məlumatım yoxdur." Süleymani: "Mən sizə deyim, 500.000 Suriya lirəsi, yəni
500 dollar. Onun 10.000 dollarlıq işi qoyub 500 min lirəlik işə keçməsi sizcə normaldırmı? O casusdur. Lakin Suriya rəhbərliyi bu xəbərdarlığa məhəl qoymayıb və artıq deyildiyi kimi bundan bir müddət sonra Əsəd Lunanı daha yüksək vəzifəyə təyin edib. Lakin İranlılar, xüsusən də Sepah, Lunadan əl çəkməyib. 2024-cü ilin aprelində İranın Dəməşqdəki konsulluğuna İsrail aviasiyasının dəqiq zərbəsi nəticəsində 16 nəfər, o cümlədən Sepahın yüksək rütbəli 7 zabiti həlak oldu. Ölənlər arasında Hizbullahla əlaqədə açar fiqur sayılan general Məhəmməd Rıza Zahidi və onun müavini general Məhəmməd Hadi Hacrəhimi də vardı. Aydın idi ki, Sepah və Hizbullah nümayəndələrinin konsulluqda keçirilən müşavirəsi barədə İsrailə Dəməşqdən dəqiq məlumat ötürülüb. Aparılan təhqiqat şübhələri Luna Şiblin üzərinə yönəldib və hadisədən 3 ay sonra o təşkil olunmuş qəzada həlak olub. Lunanın hərəkət etdiyi BMW markalı avtomobil qabaq hissəsinə xüsusi kəsici qurğu bərkidilmiş yük maşını ilə toqquşub və o, ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb. 3 gün sonra onun ölümü barədə rəsmi məlumat yayılıb. Maraqlıdır ki, xəstəxanada olduğu günlərdə heç kim, hətta əri də onun yanına buraxılmayıb. Amma bəzi məlumatlara görə həmin maşın qəzası sadəcə səhnələşdirmə olub və Luna Şibl əslində Sepahın Qüds qüvvələrinin Dəməşq yaxınlığındakı gizli həbsxanasında işgəncə zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib. Bu barədə Suriya uğrunda Milli Hərəkatın rəhbəri və Londondakı Media Strategiyası Mərkəzinin direktoru Əhməd Ramazan bildirib. Onun sözlərinə görə Luna 2024-cü il may ayının 20-sində həbs olunub və Sepahın xüsusi həbsxanasında Ad-Cəlali adı ilə tanınan İran zabiti tərəfindən dindirilib. İsrailə casusluq edən şəbəkəyə rəhbərlik etməkdə ittiham olunan Luna işgəncələr nəticəsində ölüb və ardınca qəza səhnəsi təşkil edilib. Bundan 10 gün sonra mayın 30-da Bəşər Əsəd Tehrana səfər edib. Daha doğrusu çağırılıb və ona İran rəhbəri tərəfindən xəbərdarlıq olunub. Amma artıq heç nəyi dəyişmək mümkün deyildi və Lunanın ölümündən təqribən 5 ay sonra Əsəd rejimi də tarixə qovuşdu. Əsədlə yanaşı İran rejimi də Suriyada məğlub oldu. Bundan sonra Tehran artıq Suriyada deyil, İranın özündə İsrail casuslarının ovuna çıxıb və proses hələ də davam edir.